Hər vaxtınız xeyir olsun. Mən Ceyhun Həsənov. Yenidən izah dərslərimizi davam etdiririk. Bugünkü izahımız yenə də 20 variantdan ibarət sınaq toplusundan 16-cı sınağın izahları olacaq. Baxaq. Birinci sual deməli qədim dövr Azərbaycan tarixinə aid nəzərdə tutulub. Daha əvvəl baş vermişdir. Baxaq. A variantı. 2-ci Sarqonun Şuhandalı və Durduqqa üsyanlarını yatırması. Bu üsyanlar eramızdan əvvəl 719-cu ildə olub. Nə baş verir? Manna hökmdarı İranzu, adamın hakimiyyət illəri 740-719-cu illərdir. Adam Asuriya-pərəst siyasət yerilərək Mannada mərkəzi dövlət qurmağa nail olmuşdur. Asuriyanın köməyi ilə Urartuya qalib gəlmişdir. Bu isə Urartu qüvvələrinin arasına səbəb olmuş və 719-cu ildə ona qarşı Şuhandal və Durduqqada üsyanlar qaldırmışdılar. Asuriya hökmdarı 2-ci Sarqon isə İranzuya kömək məqsədindən gəlib bu üsyanları yatırmışdı. Mannanın Asuriya torpaqlarına yürüşü bu eramızdan əvvəl 7-ci əsrdir. Təbii ki, İskitlərin gəlişindən sonra buna Manna cürət edə bilərdi. Ulusunu əvvəlcə eramızdan əvvəl 716-cı ildə hakimiyyətə gələndə Asuriyanın siyasi üstünlüyünü tanımasa da, sonradan 2-ci Sarqonun yürüşünə görə bundan belə deyim, peşman olub Asuriya ittifaqı bərpa edir. Hər ikisi eramızdan əvvəl 716-cıdır. D variantı. İskit dövlətinin yaranmasını eramızdan əvvəl 7-ci əsr götürək. Babil və Midiyaya qarşı mübarizədə Mannanın Asuriya kömək göstərməsi, bu da yenə eramızdan əvvəl 7-ci əsrə aid xüsusiyyətlərdir. Burada onsuz da B, D və Y variantları 7-ci əsr, A və C variantları isə 8-ci əsrdir. Təbii ki, 2-ci Sarqonu Şuhandal və Durduqqa üsyanlarını yatıran zaman Manna hökmdarı İranzu idi. Təbii ki, birinci İranzu hakimiyyətdə olsun ki, sonra Ulusun olsun. Ona görə daha əvvəl deyəndə A variantı nəzərdə tutulmalıdır. İkinci suala baxaq. Manna hökmdarı İranzu və Şirvanşah 1-ci İbrahimin fəaliyyətinə aid ümumi cəhət. Yeni dövlətin əsasının qoyulması. Nə İranzu Manna dövlətinin əsasını qoymuş sayılmır. Çünki İranzu nəzərə alsaq ki, eramızdan əvvəl 8-ci əsrdə hakimiyyətdə olub. Manna isə 9-cu əsrdə yaranıb. Nə də 1-ci İbrahim Dərbəndi 1382-1417-də hakimiyyətdə olub, amma onun dövləti 861-də yaranmışdı. Heç biri yeni dövlətin əsasını qoymayıb. Hakimiyyəti dövründə dövlətin ərazisini tam işğalına məruz qalması, xeyr, belə bir məsələ yoxdur. İki işğalçıya qarşı mübarizədə onlardan biri ilə yaxın münasibətdə qurulması, bu düzgün cavabdır. Belə ki, İranzu iki seçim arasında qalmışdı. Bunun biri Urartu, digər isə Asuriya idi və İranzu Asuriya tərəf seçmişdi. İbrahim Dərbəndi isə yenə iki işğalçı arasında Teymur və Toxtamış arasında seçim etməli idi və o Teymuru seçdi. Cavab C. Dövlətin paytaxt şəhərinin dəyişdirilməsi. Nə İranzuda, nə İbrahim Dərbəndə biz bunu görmürük. Ağır vergi siyasət həyata keçirilməsi, yenə də bəhs sonraki hökmlərdə biz bunu görmürük. Cavabımız C variantıdır. Üçüncü suala baxaq. Azərbaycan torpaqları Midiya satrapına daxil edildi. Göstərilənlər arasında bu dövrə aid məlumat yoxdur. Cənubi deməli, Azərbaycan torpaqları Midiya satrapına daxil edilir. Təbii ki, bu Əhəməni imperiyasının dövründədir. A variantının üzərinə xətt çəkirik. Cənubi Azərbaycan və Albaniya Azərbaycan Kostovunun şimal canişinin tərkibində idi. Bu Sasani imperiyası dövrünə aiddir. Xosrəvənin Şiravanın dövründə 6-cı əsrdə. Şimaldan Dərbənddən, cənubdan Zəncana qədər olan torpaqlar tarixi Azərbaycan ərazisi bu ərəblərin dövrüdür. Eyni zamanda Dərbənddən Zəncana qədər olan ərazilər həm də Sacilərin də sərhədləridir. İlk dəfə bütün Azərbaycan ərazisi vahid şəkildə birləşdirilmişdir. Bu Sacilər tərəfindəndir. Deməli cavabımız C variantı olacaq. Növbəti sual. Pakistanın 1950-70-ci illər və Türkiyənin 1960-80-ci illər tarixinə dair ümumi cəhət. Ərazilərində İngilis ağalığına son qoyulması. Ümumiyyətlə, Türkiyədə İngilis ağalığı olmayıb. Qaldı ki, Pakistanın təbii ki, Hindistanın ikiyə bölünməsindən sonra yaranması bu 1947-dir. Yenə də il baxımından şərtlər ödənmir. Hərbi çevrilişlər və siyasi qeyri-sabitliyin hökm sürülməsi. Bəli, Pakistanda bu 1950-70-ci illərin sonuna qədər belə deyim, dəb halını almışdısa, Türkiyədə 1960-dan 1980-ci illərə qədər Kənan Evren çevrilişinə qədər hərbi çevrilişlər var idi. B düzgündür.
NATO-nun hərbi strukturundan çıxması. Türkiyə NATO-ya daxil olub. Pakistan ümumiyyətlə NATO-ya daxil deyil. Hətta kitablarda belə bir cümlə gedir ki, Pakistan Amerikanın NATO üzvü olmayan müttəfiqidir. C variantı da yanlışdır. Nüvə silahının əldə edilməsi. Birincisi Pakistanda nüvə silahı 1990-cı illərdir. Bizdə yuxarıda isə 50-70-ci illər verilib. Türkiyə isə təbii ki, nüvə silahına malik deyil. Ona görə bu da səhvdir. SSR təhlükəsinə qarşı ərazilərində ilk dəfə ABŞ hərbi bazalarının yerləşdirilməsinə icazə verilməsi. Bu yanlış bir şeydir. Çünki Türkiyəyə ABŞ-ın hərbi bazaları yerləşdirilməsinə icazə verilməsi olsa, bu 1952-də olar. Türkiyənin NATO-ya üzv olmasından sonra bu da 60-80-ci illərə uyğun gəlməyəcək. Y variantı yanlışdır. Cavabımız Bakı variantıdır. 5-də. Beynəlxalq münasibətlərdə neftdən təsir vasitəsi kimi ilk dəfə istifadə edildi. Təbii ki, əzbər cümlədir. Bu 1973-cü il Ərəb-İsrail münaqişəsi dövründədir. İlk dəfə ərəblər neftin qiymətini qaldırdılar və dünyada əməli başlı neft şoku yaşatdılar. Yerdə qalan 8 il davam edən İran-İraq müharibəsi 1988-ci illəri əhatə eləyir. Körfəz müharibəsi Saddam Hüseynin birinci dəfə cəzalandırılmasından söhbət edir. 1990-cı ildə Səhrada Tufan və Səhrada Türk əməliyyatları ilə Vyetnam müharibəsi də 1965-73-cü illəri əhatə etdiyini xatırladaq. Körfəz müharibəsində Saddam Hüseyn Küveytə daxil olmuşdu. 6-da. Xəritdə rəqəmlərlə göstərilmiş dövlətlərin 19-cu əsr tarixinə aid uyğunluğunu müəyyənləşdirin. Tamam. Baxaq. 2. Təbii ki, bu genişlikdə ərazi Çin. 1 isə Hindistandır. Kraliça Viktoriya bu ölkənin imperatrissası titulunu qəbul etmişdir. Təbii ki, bu nədir? Hindistandır. Ona görə də 1-ə A gedəcək. Ümumiyyətlə, Viktoriya İngiltərə tarixində çox gözəl kraliçalardan olub. Hətta adam hüquqlar haqqında bilik çiynəməyə belə yaxın olubdur. Tirək müharibələr başlamışdır. Təbii ki, bu Çindədir. 19-cu əsrdə. Burjua inqilabı baş vermişdir. Heç birisində baş verməyib. Çində bu Burjua inqilabı 1911-13-20-ci əsrdir. Ümumiyyətlə, C variantı heç birisində iştirak etməyəcək, belə demək mümkündürsə. Respublika elan edilmişdir. Nəzərə alsaq ki, Çin tarixində ilk dəfə 1950-də, Hindistan 1950-də, Çin isə 1913-də respublika elan olunub. 20-ci əsrdə, bizdə yuxarıda isə 19-cu əsr sunulur. Bizə D variantı yararlısı olacaq. Böyük Britaniya tərəfindən Hindistanın işğalı bəli, bu 19-cu əsrdə başa çatdırılmışdı. 1856-da Avud knyazlığı ilə. Ona görə 1-ə yeni də verə bilərik. 1A-Y, 2B. Var mı elə cavab? Bəli. Bakı variantıdır. Davam edək. Rusiya 1991-ci il avqust tarixinə aiddir. 1991-ci ilin avqustunda mühafizəkar qüvvələr Qarbaçovun ölkəni idarə etməsindən bərk, belə deyim, əsəbləşərək Qarbaçovu devirmək üçün cəhd elədilər. Qarbaçovun mərkəzdə olmasından istifadə edib, amma bu uğursuz oldu. Avqust qiyamı cavabımız A variantıdır. Sosialist inqilabının baş verməsi, bu təbii ki, absurd bir şeydir. SSR-nin varlığına son qoyulması 91-dir də, amma 91-in dekabrıdır. Bizdə 91-in avqustu verilib. Dövlətin rəsmi olaraq Rusiya Federasiyası adlanması 1992-dir. Bu da verilən ilə ödəmir. Rusiyanın respublika elan edilməsi zaten Rusiya 1917-ci ildən bu günümüzə qədər respublikadır. Cavab A variantıdır. 8-də. Hadisə nəticə əlaqəsinin doğru verildiyi bəndi müəyyən edin. Y variantdan başlayaq. Bakıda Sovet hakimiyyəti qurulduğunun elan edilməsi Bakı Şəhər Duması buraxıldı. Bakıda Sovet hakimiyyətinin qurulduğunu elan edilməsi 1917-nin noyabrıdır. Ümumiyyətlə, bolşeviklər, belə demək mümkündürsə, 1917-ci ilin oktyabrında hakimiyyətə gələn kimi, noyabr ayında da dərhal Bakıda Sovet hakimiyyətinin yaranmasını elan edirlər. Noyabrın 2-sində. Amma bu o demək deyil, Bakı Şəhər Duması buraxıldı. Çünki Bakı Şəhər Dumasının buraxılması 1918-ci ilin mart soyqırımından sonra olacaq. 20 apreldə. Ona görə Y variantı yararsızdır. Xüsusi Cənubi Qafqaz Komitəsinin fəaliyyətinin dayandırılması, Cənubi Qafqaz Seyminin fəaliyyətə başlaması. Ortada bir boşluq var. Biz bilirik ki, əvvəl komitə, sonra komissarlıq, sonra Seym olmalıdır. Ona görə D variantının üzərindən xətt çəkirik. Rusiyada vətəndaş müharibəsinin başlanması Cənubi Qafqaz Komissarlığının fəaliyyətinin güclənməsi. Deməzdim, Rusiyada vətəndaş müharibəsi başlayanda artıq
Cənubi Qafqaz Komisarlığı belə desək, artıq yox kimi idi. Əlaqəsiz bir variantı bu variantımızda bizim. Türk Ədəm Mərkəzi Partiyasının Yaşasın Azərbaycan Muxtariyyəti şüarını irəli sürməsi, Azərbaycan məfhumunun siyasi məna kəsb etməyə başlaması bu düzgün cavabımızdır. A variantı 1917-ci ildə Rusiya imperiyasında siyasi dəyişikliklərin baş verməsi, Bakıda Türk Ədəm Mərkəzi Müsavat Partiyasının hakimiyyətə ələ keçirməsi xeyr. Bakıda tamamilə hakimiyyətə ələ keçirmək olmazdı. Bakıda istər-istəməz bolşeviklərin də müəyyən nümayəndələri var idi. Müsavat bəzi seçkilərdə bolşeviklərə qalib gəlsələr də, amma ümumiyyətlə bolşeviklərlə yeri bölüşdürüb dövləti idarə etmək istəmirdilər. Ona görə də A variantı yararsızdır. Heç zaman Müsavat, belə desək, bəhs olunan dövrdə Bakını tək başına idarə edə bilməyibdir. Davam edək. 9-cu suala baxaq. 1942-43-cü illərdə müttəfiqlər bütün cəbhələrdə faşist blokun hücumlarının qarşısını aldı və əks hücuma keçdilər. Atlantik və Sakit Okean üstünlüyü əldə edildi. Avropa cəbhəsində əsas ağırlıq Sovet İttifaqının üzərinə düşmüşdü. Bəli, doğrudan da Avropada əsas ağırlıq Sovet İttifaqının üzərinə düşmüşdü. Çünki ikinci cəbhəni heç cür açmırdı. Winston Churchill və Franklin Roosevelt cütlüyü və ikinci cəbhənin açılmaması Sovet İttifaqını doğrudan da böyük, belə deyim, yükün altına salırdı. Mətndə verilən hadisələrin gedişində 1943-cü ilin yayında ən böyük tank döyüşü olmuşdu. Tamamilə doğrudur. Söhbət Kursk tank döyüşündən gedir. Səhv etmirəmsə, bu dövrümüzə qədər də ümumiyyətlə ən böyük tank döyüşü hesab olunur. Hətta SSRİ-nin hərbi nazirliyi döyüşdən sonra bu tankların harada saxlanacağına dair xüsusi müşavirə keçirilmişdi. O dərəcədə böyük tanklar çıxarılmışdı. Sayıca böyük. Müttəfiqlər Almaniya arasında daxildə bu tezdir. Hələ ki tezdir. Bu 1945-ci ildir. Yəqin ki bu mətndə bizdən 43-cü ildə olan proseslər istəniləcək. Kursk döyüşündə Sovet ordusu qalib gəldi. Bəli, söhbət birincidə yazılan, 1943-də yazılan ən böyük tank döyüşündən söhbət gedir. Və bununla da Sovet-Alman cəbhəsində Stalingrad döyüşündən başlayan əsaslı dönüş başa çatır. Cavab 1-4-dür. Sovet ərazisi tamamilə faşistlərdən azad edildi. Bu da isə 1944-cü ildir. Deməli, burada cavabımız 1-3-4-Y variantıdır. Davam edək. Xəritədə rəqəmlərlə işarələnmiş ərazilərdə 19-cu əsrin 30-cu illərində baş vermiş xalq üsyanına aid uyğunluğu müəyyənləşdirin. Birin, deməli, Çar Balakən olduğunu qeyd edək. 3-ün Quba olduğunu qeyd edək. 2-nin isə Lənkəran olduğunu qeyd edək. Üsyanın gedişində hərbi şura, təbii ki, bu 3 sayda olacaq. 1, 2, 3. Deməli, hərbi şura 3 sayda olacaq. Üsyana əvvəllər ərazi idarə edən xan, bəli, Lənkəran xanı 2-yə B edəcək. Üsyana Məşədi Məhəmməd şəkildə olub. C variantı heç birisində iştirak etməyəcək. Üsyançılara Dağıstan və Borçaldan Şəki heç birisində iştirak etməyəcək. Şeyx Şabanın başçılıq etdiyi dağlı dəstələr üsyançılara kömək gəldi. Bu Çar Balakəndir. 1-Y, 2 Bakı, 3 A. Variantımız C variantıdır. 11. 19-cu əsrin ikinci yarısında Rusiyanın Cənubi Qafqaza keçirdiyi islahatların nəticələrindəndir. Yəni 1851-1900. Təbii ki, Rusiya 19-cu əsrin ikinci yarısında özündə və müstəmləkələrində burjua islahatları keçirirdi və bu burjua islahatların nəticəsində nələr baş verir? Cənubi Qafqaz, yəni Azərbaycanda və Gürcüstanda milli burjuaziyanın formalaşması ləngiyir. Deməzdim, əksinə milli burjuaziyanın yaranması, formalaşması sürətlənir. Komedi idarəsunun ləğv edilməsi nəzərə alsaq ki, bu 1840-dır və ikinci yarı ilə əlaqəsi yoxdur. Kəndli çıxışlarının baş verməsi bu qalsın. Xarici kapitalın neft sənayesindən uzaqlaşdırılması istək bu deyil. Heç uzaqlaşdırılmır da. Əksinə 20-ci əsrin əvvəlində də xarici kapital girməkdə davam edir. Şimali Azərbaycan tacirlərinin şərq ölkələrlə ənənəvi ticarət əlaqələrinin genişlənməsi Rusiya bunu genişləndirməkdən maraqlı deyildi. Ən azından bizim tacirlər vasitəsilə etməzdi. Hələ 19-cu əsrin birinci yarısında bizim tacirlərin əlaqəsini kəsmək üçün buffer zona yaratmışdı. Deməli, burada cavab C-dir. Keçirdiyi islahatlar qaçaqçılıq və digər hərəkatların yaranmasına səbəb olur. Çünki islahatlar da məhdud formada keçirilir. Variant C. 12-də John Kennedy prezidentlik dövründə Amerika Birləşmiş Ştatlarının xarici siyasətinin istiqamətlərini müəyyən edin.
John Kennedy'nin hakimiyyət illəri 1960-1963'dür. Bu da belə deyim, prezidentlik səlahiyyətlərini bitirməmiş, öldürülmüş və ya vəfat etmiş prezidentlər siyasətində öz yerini tutur. John Kennedy. Baxaq. Tamam. SSR ordusunun Əfqanistandan çıxarılmasına nail olmaq. SSR ordusu Əfqanistana 1979'da daxil olmuş. 1989'da isə çıxarılmışdı. Təbii ki, artıq John Kennedy həmin dövrdə yaşamırdı. ABŞ ordusunu Vyetnamdan çıxartmaq, ABŞ ordusu heç Vyetnama girməmişdi ki, çıxsında. Çünki 65'də girib 73'də çıxacaq. Deməli 4 ilə 5-i artıq səhv çıxartdıq. Və salam. Cavab çox rahat ovucumuzdadır. Baxaq. Deməli, John Kennedy prezidentliyi dövründə Amerikanın xarici siyasətinin istiqamətləri maliyyə yardım etməli bir çox ölkələr özünə asılı salmaq. Bu ümumiyyətlə Amerikanın özünə məxsus siyasətidir əsasda Latin Amerikası ölkələrinə. Avropada Amerikanın nüfuzunu saxlamaq. Bu Calvin Coolidge və ondan əvvəlki prezidentlər üçün də xasdır. İnkişaf etməkdə olan ölkələrdə kommunist təhlükəsinin qarşısını almaq. Bəli, nəzərə alsaq ki, John Kennedy'nin hakimiyyəti dövrü SSR və ABŞ arasında davam edən suya müharibə dövrünə təsadüf edir. Təbii ki, John Kennedy buna çalışacaqdır. 1, 2, 3 düzgün cavablardır. 13'də. Rəşd və Gəncə müqavilələrinin şərtlərinə aid oxşarlıq. Rəşd müqaviləsi 1732 Səfəvi Rusiya, Gəncə 1735 Səfəvi Rusiya. Baxaq. İşğal dövründə Araz çayının sərhəd hesab olunması. Rəşd və Gəncəyə görə sərhəd çaylar Kür və belə demək mümkündürsə Terek çayıdır. Terek çayı ümumiyyətlə Rusiya ilə Azərbaycanı təxminən bu bölgədən ayırır. Kür çayının da harda olduğunu yaxşı bilirik. A variantı yanlışdır. Araz çayı sərhəd deyil. İşğal altında olan Xəzər sahili torpaqlarının sərhəd dövlətinə qaytarılması. Bəli. Rəşdə görə Kürdən cənub, Gəncəyə görə Kürdən şimal və yaxud Terekdən cənub. Bu xəritə üzərindən baxsaq, buranı Terek kimi işarələsək təxminən, buranı da Kür kimi işarələsək. Deməli, rəşdə görə Kürdən cənub, Gəncəyə görə Kürdən şimal və yaxud Terekdən cənub. Eyni anlama gəlir. Variant B. Cənubi Qafqazın Osmanlı və Rusiya imperiyasına bölüşdürülməsi bu 1724 İstanbuldur. Səhvdir. Azərbaycan torpaqlarının işğaldan tamamilə azad edilməsi. Nəzərə alsaq ki, Gəncə müqaviləsi 35-ci ilin yazıdır, amma bundan sonra hələ bir neçə sayı Osmanlılar da Azərbaycanda qalmaqda davam edir. Nadir onlar 35-in yayında qovacaq. Ona görə də tamamilə azad edilməz Azərbaycan. Qaldı ki, Y variantında bu 1733 Bağdad sülhüdür. Cavabımız Bakı variantıdır. 14. Azərbaycanda 13-14-cü əsrlərdə inşa edilmiş memarlıq abidələrinə aid olmayanları müəyyən edin. Aid olmayanlar. Olcaydı Xudabəndə türbəsi, təbii ki, bu Məhəmməd Olcaytın dövründə tikilib, adı üstündədir. Məhəmməd Olcaytın hakimiyyətləri 1304-1316-cı il qiymətləndirək. Mədəkində dairəvi qala 13-14-cü əsrdir. Şirvanşahlar saray kompleksi 15-ci əsrdir. Təbrizdə Qeysəriyyə bazarı 15-ci əsrdə. Bizdən nə istəyir? 13-14-ə düşməsin. 13-14-ə düşməyən 3-dən 4-dür. Çünki bunlar 15-ci əsrdir. Yeri gəlmişkən, burada Mərdəkanda dairəvi qala məsələsində ehtiyatlı olaq. Mərdəkanda adi bir qala deyəndə 12-ci əsrdə, amma dairəvi 4-cü qala deyəndə 13-14-cü əsrlərə nəzərdə tutur. Digər bir tərəfdən Qeysəriyyə bazarı ümumiyyətlə dünyada 3 dənə yerdədir. İkisi birdədir, ikisi bizdədir, biri Səmərqənddədir. Özbəkistanda. Qeysəriyyə bazarı əgər Təbrizdədirsə, bu 15-ci əsrdir və 30 əsrdir. Yox, Qeysəriyyə bazarı Ordubadadırsa, bu 17-ci əsrdir və Şah 1-ci Abbasdır. Davam edək. 15. Məntiqə arızığı tamamlayın. Abbasilər ağır vergi siyasəti girdirdi. Xürrəmlər hərəkatı Azərbaycanda yeni dinin təşəkkül tapması tamamilə yanlışdır. Azərbaycanda ümumiyyətlə 7-ci əsrdən sonra tarixdə ilk dəfə olaraq bir dini stabillik meydana gəlir. Əhalinin çoxu eyni dini qəbul edir. Xilafətin zəifləyərək, söhbət 9-cu əsrdən gedir. Səlcuq İmperatorluğu 11-ci əsrdə yanıb. Tamamilə absurd bir variantdır. C. Bəli, bu Xürrəmlər hərəkatından sonra Ərəb xilafəti özünə gələ bilmədi və parçalanması gücləndi. Yəqin ki, biz bunu C variantı götürəcəyik. Digər variantlara baxaq.
Ərəblərin Azərbaycanda hani siyah yanması 725, 8-ci əsrdirsə, bizim 9-cu əsrdən yenidən 8-ci əsrə qayıtmağa ixtiyarımız yoxdur. Qaldı ki, Mehranilər, bu da yuxarıda söylədiyim şərtdir. 705 və biz 9-cu əsrdən geriyə qayıda bilmərik. Ona görə cavabımız nə olacaq? C variantı olacaq. 16. Soyuq müharibə dövrünə aid olmayan anlayışları müəyyən edin. Soyuq müharibə 1946, 1991-ci illərdir. Burada cavab kimi 1 ilə 5-i görürəm. Cavab D-dir. Niyə? Qloballaşma artıq müasir dövrün, ən yeni dövrün, belə deyim, termin hesab olunur. Və müasir dövrdə artıq istər-istəməz özümüz, dövlətlər bir-birlərinə inteqrasiya olunur, qloballaşma prosesləri gedir. Qaldı ki, yeni dünya nizamına 1991-ci ildə SSRİ-yə soyuq müharibə nəticəsində qalib gələn Böyük Bush artıq öz çıxışlarında yeni dünya nizamının əsasında danışırdı və deyirdi ki, artıq dünya tək qütb üzrə, Amerika qütb üzrə inkişaf edir. 2, 3, 4 isə doğrudan da soyuq müharibə dövrünə düşür. Dəmir pərdə ifadəsini Winston Churchill işlətmiş və məhz bundan sonra SSRİ və ABŞ dünyaları arasında dəmir pərdə ifadəsi əsas şəkildə qoyulmuş və bundan da soyuq müharibə başlamışdı. Buzların əriməsi dövrü Yosef Stalinin ölümündən sonra SSRİ və Amerika arasında nisbətən yaxınlaşma olur. Yeri gəlmişən dəmir pərdə 1946, buzların əriməsi 1953, Stalin ölümündən sonra. Mülayimləşmə bundan sonra davam edir. 60-cı illərdə də mülayimləşmələr davam edir və ən əsas mülayimləşmə dövrünün pik nöqtəsi uzun müddətdən sonra SSRİ və ABŞ-ın eyni bir cərgədə yer alması idi. Söhbət ATƏM-in yaranmasından gedir. Ona görə burada 2, 3, 4 soyuq müharibə dövrünə düşür gördüyünüz kimi. Cavab 1, 5-dir. Davam edək. 17. Atabəylərin fəaliyyətində dair uyğunluq pozulmuşdur. Səhv olanı tapmalıyıq. Sultan Məsud Aranı iqta kimi bağışladı Şəmsəddin Eldənizə. Bəli, bu düzgün cavabdır. Yəni düzgün variantdır. Təbrizi Ağsunqulların əlindən alan Məhəmməd Cahan Pəhləvandır. Bu da düzgün bir variantdır və Təbrizi qardaşı Qızıl Arslana vermişdim. Şirvanşah 1-ci Axsistanı Eldənizlərdən asılı vəzdə saldı Özbək. Tamamilə yanlışdır. Çünki 1-ci Axsistanın hakimiyyət illərinin 1160, 1190 olduğunu nəzərə alsaq, Atabəy Özbək heç onu görməyibdir 1210-1225-ci illərdə. Yeri gəlmişkən Şirvanşah Axsistanı tabe edən 2 Eldəniz hökmdarı. Biri Şəmsəddin Eldənizdir. 1160-da Axsistanı gətirərək. Sonra isə Axsistan Şəmsəddin Eldənizin ölümündən sonra, Məhəmməd Cahan Pəhləvanın ölümündən sonra Şirvanşahlardan Eldənizlərdən üz döndərəndə Eldənizlərdə onu yenidən tabe edən Qızıl Arslandır. C variantı yanlışdır. Bizə də yanlış variant lazımdır. Digər variantlara baxaq hər ehtimala. Həmədan yaxındakı döyüşdə 3-cü Toğrulu məğlub etdi Qızıl Arslan. Bu tamamilə doğru cavabdır. Ehtiyatlı olaq, bu dövrdə Həmədan döyüşü Atabəylərlə Xarəzmşahlar arasında da var. D variantındakı Həmədan döyüşü çox maraqlı döyüşdür. Çünki bu döyüş İraq Səlcuq Sultanlığı ilə Atabəylər arasında baş verən döyüşdür. Yəni, haradasa abituriyentlərə qəfildən sual gəlsə ki, Səlcuqdan Atabəylər arasında savaş, bəlkə də söhbət nədən getdiyini dərhal tuta bilməzlər. Y variantı, dövlətin zəifləməsinə səbəb olan feodal çəkmələrin qarşısı alınmadı Əbbəkir. Ümumiyyətlə, bəli, Əcəl zəngi Əbbəkir növdə çalınmağa başladı. Son, belə deyim, siqnalları isə Özbəyin dövründə eşidildi. 17-də cavab C-dir. 18. Uyğunluğu müəyyən edin. Bəli, gördüyümüz kimi Versailles-Vaşinqton sistemi 2 konferansdan ibarətdir. Söhbət Parisdən və Vaşinqton konferansından gedir. Yaponiyanın ABŞ-a qarşı revanşizm siyasətinin əsasının qoyulması bu Vaşinqton konferansıdır. Ümumiyyətlə, Paris Sülh konferansının bütün açarı, bütün sistemi, konfigurasiyası ABŞ-ın əlində olsa da, ABŞ nədənsə Paris Sülh konferansını təsdiq etmədi. Sonradan isə sanki peşman olub Prezident Warren Hardingin dövründə dövlətləri Vaşinqton konferansına çağırdı.
Paris Türk Konfransının keçirilməsi təxminən 1919, tam yekunundan 1920. Washington Konfransı isə 1921-1922-ci illəri əhatə edir. A variantı səhvdir, çünki Yaponiyanın revanşizm siyasətinin əsası Washingtonda qoyulacaq. Mən həmişə deyirəm, Çinin gülüb Yaponiyanın ağladığı, belə deyim, Yaponiyanın gülüb Çinin ağladığı Paris Türk Konfransıdır. Paris Türk Konfransında Yaponiyanın xəttinə dəymirlər. Çin daha çox narazı qalır. Çinin gülüb Yaponiyanın ağladığı isə Washington konfransıdır. Ona görə də Yaponiyanın xəttində Parisdə yox, Washingtonda dəyəcəklər. Millətlər Cəmiyyətinin yaradılması əlbəttə ki, bu 1919-dur və Paris Türk Konfransına gedəcək. Çinin müstəqilliyi və ərazi bütünlüyünün tanınması. Dediyim kimi, Paris Türk Konfransında Çinə hörmət eləmirlər. Birdən Bakını götürdük. Washington Konfransı, bəli, 4 dövlət müqaviləsinin imzalanması. Ümumiyyətlə, bu konfransda həm dəniz silahlarının müəyyənləşdirilməsi, həm sahil tökünə mülklərinin qorunması kimi prinsiplər önə sürülmüşdü. Dövlətlər arası münasibətlərdə millət amili əsas rol oynayırdı. Bu Paris Türk Konfransındaydı. B yanlışdır. ABŞ nədənsə həmişə təcridçilik siyasəti yürütsə də, bu dəfə özünə sərf edən bir qərar seçib, Çinin, belə deyim, bazarlarının ABŞ-ın açıq qapıları üçün, siyasəti üçün keçərli olduğunu bildirdi. Yəni, Çinin bazarları ABŞ malları üçün açıq olmalıydı. Yəni, əzizlərim, burada 1B, 2A, C variantlarıdır. Davam edək. 19-cu sualda bizdən nə istəyir? Vətən müharibəsi zamanı ehtiyatlı olaraq bu tipi testlərdə abituriyentlər çaşır. Vətən müharibəsi dövründə deyir. Yəni 2020-ci il, təbii ki 27 sentyabr və 10 noyabr gecəsi aid deyil. Türkiyədən güclü diplomatik dəstək almışıq əlbəttə. BMT qətnamələri dinc yolla yerinə yetirilmədiyindən Xankəndini döyüşlə azad etdi. Bu yanlışdır. Biz Xankəndini 2023-cü ildə heç bir gündə davam etməyən antiterror nəticəsini əldə elədik. Bu vətən müharibəsinə düşmür. İran İslam Respublikasında sərhəd xəttindən nəzarəti tam bərpa etdik. Bəli, söhbət Ağbənd qəsəbəsindən gedir Zəngilanın. Qarşı tərəfin mülki şəxsləri yanaşı hərbi sənəd insanpərvər. Bəli. Çətin relyefə baxmayaraq ordu hər gün cəbhə xəttində irəliləyirdi. Bəli, cavabımız Bakı variantıdır. 20-də. Xəritə verib bizə. Baxaq. Xanlıqlar xəritəsidir. 1 İrəvandır. 2 bu Şamaxıdır. 3 isə Qarabağdır. Baxaq. Usta Mirzə Cəfərin rəhbəri ilə Sərdar Sarayının inşa edilməsi bu İrəvan Sərdar Sarayıdır. Biri anı verək. Gələcəkdə bunun içini Mirzə Qədim İrəvani yığacaq. Qubal Fətəli xan özünə dayaq yaratmaqdan ötürü öz tərəfdarlarını buraya köçürmüşdü. Açıq-aşkar verilməsə də Qubal Fətəli xanın paytaxtının Şamaxı olduğunu bilməliyik əslində. Və yeni paytaxtdan özünə dayaq yaratması adamlar köçürəcək. Beynə aparaq 2-yə. Müəyyən müddət 2 hakimiyyətlilik bu Şamaxı və Gəncə xanlığımızda olub və Şamaxı verilib. Seyndə aparaq. 18-ci əsrin 80-ci ildə Qubal Fətəli xanın hücumunu dəf eləyən bu Qarabağ xanıdır. Güclü Çar 2-ci Ratlinin köməkliyi ilə ümumiyyətlə Qarabağ bütün xanlıqların hücumlarını dəf eləyib. Heç bir xanlıq Qarabağa tabe edə bilməyib, yalnız birindən başqa. O da Urmiyanı Fətəli xan Əfşardır. 18-ci əsrin 50-ci illərində hakimiyyətə Qacarlar gəlmişdi. Bu İrəvandır. Baxmayaq ki, İrəvanı 1747-də Mir Mehdi xan Əfşarlar yaratmışdı. Amma 1755-ci ildə yeni bir türk sülaləsi gəlmişdi. 1A-Y, 2B-S, 3D variantımız A-dır. Tamam, 21-ə baxaq. Hadisə nəticə əlaqəsinin doğru göstərdiyi bəndləri müəyyənləşdirin. 2-ci Mehmedin Trabzon üzərinə yürüşü Ağqoyunlu Avropa ticarət əlaqələrindən ağır zərbə vurdu. Burada bir düzdür. Çünki 2-ci Mehmed Trabzonu tutduqdan sonra avtomatik olaraq Ağqoyunlu'nun Qaradənizə çıxış yolu bağlandı. Və bununla da
Avropa ilə əlaqələri ağ qoyunla demək olar ki, kəsilməli gətirib çıxartdı. Teymurilərin və Cəlalilərin Azərbaycan torpaqlarında hakimiyyətinə son qoyuldu və hakimiyyət Qaraqoyunluların əlinə keçdi. Bu da düzdür. Çünki Qaraqoyunlular 1406-da və 8-də baş vermiş Naxçıvan və Sədrut döyüşlərindən, eləcə 1410-da baş vermiş Cəlalilərlə Əsəd döyüşünə qalib gələrək öz dövlətlərini yaratdılar. 2-də düzdür. Caban adlı yerdə döyüş baş verdi. Şirvanşahlar dövlətinin varlığına son qoyuldu. Yanlışdır təbii ki. Çünki Cabana döyüşünün 1500-də baş verdiyi, Şirvanşahlar dövləti isə 1538-də süqut uğradığını nəzərə alsaq səhvdir. 1410-cu il Təbriz yaxınında döyüş baş verdi. Qara Yusif Sultan Əhmədə məğlub oldu. Deməli, 1410-cu il Təbriz yaxınındakı döyüş, bu biz bildiyimiz Əsəd döyüşüdür. Qara Yusif orada Sultan Əhmədə məğlub olmamışdı, qalib gəlmişdi. Deməli, düzgün cavabımız 1-2, yəni Y variantıdır. Növbəti suala keçək. 22-ci sualda bizdən Venn diaqramı verilib. Birinci Dünya müharibəsi, İkinci Dünya müharibəsi və soyuq müharibə verilib bizə burada Venn diaqramında. ABŞ-ın müharibədən qalib çıxması, ABŞ müharibələrinin hamısından qalib çıxdı, nə vaxt girməyə lazım idi, onu yaxşı bilirdi və elə bir zaman gelirdi ki, artıq müharibənin taleyini həll eləmək gücündə olurdu. A variantı üçünə də aiddir, ona görə 4-ə gedəcək. SSR-nin süqutla başlatan soyuq müharibədir 1991-ci ildə. Təqribən yarım əsr davam edən, təbii ki, bu soyuq müharibədir 1946-1991-də olduğunu nəzərə alsaq, 45 il davam edib. Birləşmiş Millətlər Bəyannaməsi. Bu gələcək BMT-nin sanki belə deyim, qanunnaməsidir, nizamnaməsidir 1942-ci ildə. İkinci Dünya müharibəsi dövründə imzalanıb. Əsas vuruşan tərəflər Antanta və Dördlər İttifaqı olması bu Birinci Dünya müharibəsinə aiddir. Bəli. Bir də bir məsələyə fikir verək, Dördlər İttifaqı görmüşkən bunu deyim sizə. Birinci Dünya müharibəsində Üçlər İttifaqı məğlub oldu deyə bilməzsiniz. Çünki Üçlər İttifaqının adı müharibə dövründə dəyişir, olur Dördlər İttifaqı. Dördlər İttifaqı məğlub oldu deməlisiniz. Deməli 1-ə Y, 2-yə D, 3-ə B, C, 4-ə A variantımız Bakı variantıdır. 23-də. Şirvanşah 1-ci İbrahim, Qubalı Fətəli xan və Ağmamə Şah Qacarın fəaliyyətinə dair ümumi cəhəti müəyyənləşdirək. İdarə etdiyi ərazinin viran edici yürüşlərdən xilas etməsi. 1-ci İbrahim, bəli. Qubalı Fətəli xan və Ağaməhəmməd Şah Qacarın fəaliyyətinə dair yəni Qubalı Fətəli xan üzərində elə bir viran edici yürüş olmayıb ki, o kimdənsə qorusun, nə də Ağaməhəmməd Şah Qacar elə bir zəif hökmdar deyildi ki, kimsə onun ərazisində yürüş etsin həmin dövrdə. Bir ümumiyyətlə düzgün cavab hesab etmirəm. Qarabağ ərazisində hərbi yürüş etməsi. Bu düzgün cavabdır. Çünki 1-ci İbrahim Dərbəndi Əmir Teymurun ölümündən sonra siyasət meydanına aktiv şəkildə atılır. Teymurlara qalib gələrək Qarabağa və Gəncəyə doğru hücumlar eləyir. Qubalı Fətəli xan da Qarabağa uğursuz yürüş eləyib, var. Eyni zamanda Ağaməhəmməd Şah Qacarın da Qarabağa yürüşü və şah olaraq tutmağı var. 2-ni götürək. Cavabımız kimi. Köçürmə siyasəti həyata keçirməsi. Biz bunu Qubalı Fətəli xanda görürük. Nə İbrahim Dərbəndə görmürük, nə də Ağaməhəmməd Şah Qacarda görmürük əsası şəkildə. Azərbaycan torpaqlarını birləşdirmək təşəbbüsə çıxış etmələri, bəli. Bu hər üçü üçün xarakterikdir. İstər İbrahim Dərbəndi bunu 2 aylıq bacarmışdı. Nə qədər saymasam da. İstər Ağaməhəmməd Şah Qacar demək olar ki, bunun öhdəsinə gəlməyə bacarmışdı. Qubalı Fətəli xan isə şimal-şərqi birləşdirsə də bütün Azərbaycanı birləşdirə bilmir. Amma təşəbbüsdə belə deyim, Türklər demiş, bulunub. 2-4. 24-də baxaq. Xanlıqların idarə etmə sisteminə aid olmayan anlayışları müəyyən edin. Xanlıqlar dövründə hansı ifadə yoxdur? Belə desək, təbii ki, xan var. Darıxa var. Polis vəzifəsini yerinə yetirir. Və naib var. Naib həm 16-cı əsrdə var, həm 18-ci əsrdə var. Sədrəzəm və Əmrəli-Marə ifadələri əsasən bizim Qaraqoyunlu, Ağqoyunlu və Səfəvilər dövrləri üçün daha çox, belə deyim, keçərlidir. Ona görə də burada cavabımızın 2-4 olduğunu qeyd edək. 25.
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Ermənistan təcavüzündən qorunmaq üçün gördüyü tədbirlərə aiddir. Qarabağda general qubernator təsis etdilər. Bəli, 1919-cu ilin yanvarında ermənilər üçün əsl problemə çevrilən şəxs Xosrov Paşa bəy Sultanov ora rəhbər təyin olunur. Gürcüstanla hərbi müdafiə və hərbi texnika əməkdaşlığı haqqında saziş biz Gürcüstanla müqaviləni ermənilərə qarşı yox, Ağ qvardiyaslara qarşı imzalamışdıq. Bu yanlışdır. Biz ermənilərin Naxçıvandakı təcavüzləri üçün də qarşısını almasına tədbir görmüşdük. 1919-cu ilin martında biz Bəhram xan Naxçıvanskinin başçılığı altında general qubernator yaratsadıq, amma Naxçıvanda erməni idarəsinin olması yalnız bizə 1919-un avqustunda başqa bir şəxs Səməd bəy Cəmilskinin başçılığında Naxçıvanda general qubernator yaradılmasına səbəb olur. Qacalı dövlətlə isə bizim hərbi ittifaqımız yoxdur. 1-3 bizim düzgün cavablarımızdır. 26-ya baxaq. Xronoloji ardıcıllıq. Barbaros əməliyyatının həyata keçirməyə başlanması bu Almaniyanın SSR-yə hücum planıdır. 1941-in yayıdır, iyun ayı. Almaniya ilk strateji məlumiyyətini 1940-da Böyük Britaniyadan aldı. Caynağı, belə desək, boş qayıtdı. Sovet-Alman cəbhəsi əsas dönüş 1942-nin sonu 43-ün əvvəllərində Stalingrad döyüşündən qoyulub. Midway döyüşü isə 42-ci ilin yayında olduğunu nəzərə alsaq, biz xronoloji ardıcıllığın 2, 1, 4 və 3 arasında olduğunu təyin edə bilərik. Niyə deyirəm 1940, 1941-in iyunu, Midway döyüşü 42-ci ilin yayı, Sovet-Alman cəbhəsi 42-nin payızı, 43-ün yazında Stalingrad döyüşləri 6 aya yaxın davam edib. Dəhşətli sürətdə Almanlar itkilər veriblər orada. 27-yə baxaq. Mezolit dövrü, neolit dövrü. Mənimsət təsərrüfatından istehsal təsərrüfatına keçid sözü varsa, ilkin sözü varsa, vərdiş sözü varsa, söhbət mezolit dövründən gedir. Metalla ilk tanışlığın yaranması heç birisi deyil, çünki metalla ilk tanışlıq eneolit dövrüdür. İnsanların fəaliyyətində inqilabı dəyişikliklərin baş verməsi təbii ki, bu neolit dövrüdür, çünki insanlar tamamilə yeni sahələrlə məşğul olmağa başladılar. İnsanların ilk dəfə mikrolit əmək alətlərindən istifadə etməsi bu mezolit dövrüdür və əgər olsaydı ki, mikrolit alətlərindən istifadə etməsi hər ikisinə aid olardı. Nitqin əlverişli ünsiyyət vasitəsində çevrilməyə başlanması bu paleolit dövrünün demək olar ki, sonundan başlayır. Heç birisinə aid olmayacaq. Deməli, cavabımız 1A-D, 2C variantıdır. Situasiya tipli tapşırıqlara baxsaq, burada nə görərik? Makiyal İskəndər çoxsaylı ordusu ilə Hindistana daxil oldu. Qərbi Hindistan hökmdarı Taksil müqavimət göstərmədi. Digər hökmdar Pora Makedoniyalara qarşı qəhrəmancasına vuruşurdu, lakin aldığı çoxlu yaralara görə döyüşü davam etdirə bilmədi. Aha, Yusif Yusifov Qədim Şərq tarixi əsərindən bir parça verilib. 28-ci sualda bizdən nə istəyir? Mənbədə bəhs edən hadisələrin hansı əsrdə baş verdiyini yazın. Təbii ki, Makiyal İskəndər eramızdan əvvəl 4-cü əsrdə yaşayıb. Məsələ aydındır. 29 mənbəyə əsasən Makiyal İskəndərin Hindistanın müəyyən hissəsini işğal altına sala bilməsinin səbəblərindən ikisini yazın. Təbii ki, nəzərə alsaq ki, o dövrdə Hindistanda vahid dövlət yox idi. Vahid dövlət Hindistanda eramızdan əvvəl 3-cü əsrdə yaranacaq. Aşoka tərəfindən. Başqa bir səbəb kimi təbii ki, İskəndərin güclü sərkərdəlik bacarığını göstərmək olar. 30-da mənbədə bəhs edilən Yaddillər sərhədinin sonrakı gedişatının 20-ci əsrin sonuncu 10 illiyində Azərbaycandakı hansı mühüm siyasi hadisə ilə oxşar olduğunu yazın və əsaslandırın. Təbii ki, İskəndərin ölümündən sonra eramızdan əvvəl 323-cü ildə artıq burada qalan Yunan Makedoniya qoşunlarının, yəni Hindistanda qalan Yunan Makedoniya qoşunlarının vəziyyəti ağır oldu və onlar artıq Hindistanlıların azadlıq mübarizəsi ilə üzləşdilər və Maurya sülaləsinin ilk nümayəndəsi kimi məlum olan Bezat Chandragupta artıq Makedoniyalar deməli buradan çatmağa nail olmuşdur. 20-ci əsrin sonuncu 10 illiyi nəzərə alsaq ki, 20-ci əsr 1901-2000-ci illərə əhatə eləyir və onun sonuncu 10 illiyi, yəni 1990-2000-ci il deməkdir, belə demək mümkünsə və yaxud əsas 1991 desək, çünki 91-də özündən nəzərə alsaq bizə bu lazımdır. Təbii ki, biz də SSR-nin belə deyim caynağından canımızı qurtarmışıq. Ölkələr müstəqillik əldə edib
Əsaslandırsaq da, təbii ki, aydın məsələdir ki, dediyim kimi Hindistan İskəndərin ölümündən sonra Azərbaycan isə SSR-nin dağılması, belə deyim, parçalanması nəticəsində müstəqil olmuşdu. Ehtiyatlı olaq. SSR-nin süqutu nəticəsində deməyim, bu da xırda bir məsələdir. Çünki SSR 1991-in dekabrında süqut uğrayıb, bizim isə müstəqilimiz 1991 18 oktyabrına götürülürdü. Yəni biz SSR-nin süqutu nəticəsində yox, dağılması nəticəsində yaranmışdıq. Bu qədər əzizlərim, məndən diqqətimizdən nəticə qaçan bir şey varsa, əlaqə saxlayıb təklif və iradilərinizi bildirməyi sizdən xahiş edirik. Sağ olun, var olun, Allah'a emanet olun.